şəxsi 3 otaqlı ev, yerləşmə yeri Binə qəsəbəsi sağa gedən yol. Köməkçi asfaltın yolunun üstü. Baxın, 2 sot rovna həyət yanı ərazisidir. Belə kəmərlə tikilmiş evdə. Həyətində hələ bir zildə daşı var. Yəni istəyən olsa bu daşla da burada nəysə yarada bilər. Biraz da qum hissəsi var. 110 kvadratlıq evdə gördüyünüz kimi kəmər betondan tikilib. Bu qabaq hissədə, teras hissədə atmaları, üstün atmaları atılıb, amma yerin atmaları yoxdur. Qapısı açıldı, birbaşa məhliyə açılır. Dövlət suyu var, qaz sayğacı var, işıq sayğacı var. Hissədə gördüyünüz kimi qoşa daşdır. Padvanın hamısı qoşa daşdır. 3,5 mətbəximiz. 7-nin 3,5 qonaq otağımız. Qonaq otağı genişdir. Padvaldan bütün otaqlar keçiddə var. 4,5-ın, daha doğrusu 4-ün 3,5 bir yataq otağımız. 4,5-ın 3-ə ikinci yataq otağı və addenlidə hamamımız, bir də sanitar qovşağımız. Addenlidir belə gördüyünüz kimi. Bunlar da addenlidir. Qiymət 38 min. Qazı işığı var, dövlətin suyu da var, amma su şotski yoxdur.